Dövlət xəstəxanasında ilkə imza atılıb. Müasir tibbi standartlara cavab verən yeni klinikada ilk dəfə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində orqan transplantasiyası əməliyyatı icra olunub. Canlıdan canlıya köçürülən böyrək transplantasiyası əməliyyatı uğurla nəticələnib. Baş ağrı var idi, ürək bulanma var idi, tərzi var idi. Əməliyyatda sonra yaxşıdır, bəlkə biraz səhvliydi, indi sonra daha yaxşı. Dövlət xəstəxanasında ilk dəfə xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı Məhəmməd Əliyevə böyrək köçürülüb. Xəstənin donoru isə onun 59 yaşlı atası Tahir Əliyev olub. Laparoskopik üsulla icra olunan böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib. 7-8 ildir müalicəsi gedirdi. Keçən ilin təxminən bu vaxtlar artıq dializ məsələsi ortaya çıxdı. Mən də dializin olmağına o qədər müsbət yanaşmırdım. Dedim, bəs əməliyyat olarsa, dedi donor varsa, hə. Əvvəldən özüm donorluğu təklif eləmişəm, istəmişəm. Həm də burada uyğunluq məsələsi də var. İlk olaraq qan uyğunluğudur. Sonraki o mərhələlərdə genetik toxuma uyğunluğu məsələləri olur. Bu əməliyyatlar uzun müddətli Azərbaycanda icra olunur, istər özəl, istərsə də dövlət sektorlarında. Bizim də bu əməliyyatlarımızı eləməyimizin səbəbi bu işin dövlət sektorunda inkişafıdır, gələcəyidir. Eyni zamanda icbari tibbi sığortanın dəstəyi ilə bunun inkişaf eləməsidir. Artıq donor evindədir, resipiyent də hal-hazırda, yəni alıcı hal-hazırda yatır, müalicəsi davam edir. Yəqin ki, 2-3 günlük bir müalicə periodumuz var, ondan sonra evinə yazılacaq. Qeyd edək ki, dəyəri yüksək olan zədələnmiş və ya xəstə böyrəyin sağlam donorun böyrəyi ilə əvəz edilməsi prosesi artıq ölkəmizdə icbari tibbi sığorta ilə qarşılanır. Bundan sonra müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanaya sahib yeni klinikada yüksək ixtisaslı peşəkar komanda sayəsində böyrək transplantasiyası əməliyyatlarının icrası mümkün olacaq. Turanə Tağızadə, Samir Gülməmmədov, ATV Xəbər.